Goranboy rayonunda 1998-ci il təvəllüdlü Vidadi qeyri-rəsmi münasibətdə olduğu nəzakətə xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 28-də baş verib. Gədəbəy rayon sakini Vidadi həmin gün saat 22 radələrində müvəqqəti yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu nəzakətin digər şəxsə olan borc pulu verməməsi səbəbindən günorta saatlarında başlamış və evə gəldikdən sonra davam etmiş mübahisə zamanı qapını bağlayaraq onu evdən çıxmasına mane olub. O bıçaqla nəzakətə yetkini yaşına çatmayan övladlarının gözləri qarşısında zərbələr vurub. Hadisəni törədən Vidadinin barəsində Cinayət Məcəlləsinin 126.2.3 xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır istiraplar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma və 221.3-cü silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xulqanlıq törətmək maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən Cinayət Məcəlləsinin 131-ci ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilib. O ifadəsində göstərib ki, zərərçəkmiş şəxs qeyri-rəsmi arvadı olub. Nəzakətə qəsdən zərər vermək istəməmişəm. Hadisə vaxtı həyətdə ev yiyəsi Vali və bir neçə nəfər adam olub. Evdə bıçağı götürərək nəzakətin üzərinə getmişəm. Özümdə olmadan ona bir neçə dəfə bıçaqla zərbə vurmuşam. Bıçağın hansı nahiyəsinə dəydiyini bilməmişəm. Hadisədən sonra oradan getmişəm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, nəzakətə qəsdən xəsarət yetirməyib, hadisəyə ehtiyatsızlıqdan olub. Əvvəlki münasibətlərimizin təsirindən özümdə olmamışam. Nəzakət həyətə çıxdı və həyətdə olanların arxasına qaçdıqda bir anlıq özümdə olmadan ona bıçaq zərbəsi vurmuşam. Əlavə heç bir hərəkət etməmişəm deyə təqsirləndirilən şəxs söyləyib. Təqsirləndirilən şəxsin ifadəsinə görə nəzakətinlə münasibəti iş yerində yaranan və hadisədən 5-6 ay əvvəl birlikdə yaşayıblar. Nəzakətlə ailə-daxili problemlərim olub. Münaqişə gedişatında ona əl-qolla heç nə etməmişəm. Nəzakətin uşaqları da bizimlə birlikdə yaşamışıq. Hadisə vaxtı nəzakət həyətə çıxanda uşaqları çölə çıxarıb çıxarmamasını bilməmişəm. Həyətdə ev yiyəsi və başqa şəxslər olub. Ev sahibi ilə heç bir problemim olmayıb. Evin vaxtında pulunu vermişəm. Nəzakətə bıçaq zərbəsi vurandan sonra yıxılması və ya ayaq üstə olması yadımda deyil. Hadisədən sonra uzaqlaşmışam, heç nədən xəbərim olmayıb deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekin vurub. İş üzrə zərər çəkmiş nəzakətin sözlərinə görə Gəncə şəhərində yaşayıb və Vidadi ilə münasibətdə olub. Aramızda münaqişələr yarandığından Vidadidən şikayət etməmişəm və ondan uzaqlaşmaq üçün Gəncədən çıxaraq yaşadığım Goranboy rayonuna getmişəm. Sonra Vidadi əl çəkmədi. Məni daha incitməyəcəyinə and içdi. Ona inandım. Hadisə günü isə Vidadi ilə aramızda pulla bağlı problem olub. Keçmiş həyat yoldaşım uşaqların atası aliment verib. Vidadi isə hər şeyi bilib. Ondan gizlin heç nəyim olmayıb. Ancaq keçmiş yoldaşımın verdiyi aliment məndə olmayıb. Pulları anam saxlayıb. Vidadi məndən günorta işə gedə olarkən telefonla zəng edərək pul istədi. Kiməsə borcu olduğunu, ona verməli olduğunu dedi. Vidadiyə aliment pullarının verməyin mümkünsüz olduğunu, həmin pulla uşaqlarına ev alacağımı, pulların uşaqların haqqı olduğunu dedim. Axşam evə gəldikdə sonra yenə məni qızıqlandırmağa başladı. Səsküylü mübahisə yaratdı. Ev yiyəsi Vali səsi eşidirək bizi evdən çıxarmağı dedi deyə zərər çəkmiş ifadəsində göstərib.
Zərərçəkmiş qeyd edib ki, Vidadiyə ondan ayrılacağını, hər şeyin bitdiyini deyib. Vidadi qapını içəridən bağlayaraq evdən bıçağı götürdü. Özünü öldürəcəyini dedi. Həmin vaxt uşaqları evdə olub. Ev yiyəsi Vidadinin əlində bıçağın olduğunu pəncərədən gördü. Evin pəncərəsi aşağıda olduğu üçün çöldən hər şey aşkar görünüb. O əlindəki bıçaqla küçəyə çıxdı. Küçədə uşaqlar olub. Onların arxasında gizləndim. Vidadiyə getməsini yaxşı olmayacağını desəm də qızımın canını and içərək mənə yaxınlaşdı. Heç nə etməyəcəyini desə də yaxınlaşanda belindən bıçağı çıxartdığını gördüm. Həmin vaxt uşaqlarım da yanımda olub. Vidadi bıçaqla bir neçə dəfə mənə zərbə atdı. Sağ tərəfimdən xəsarət aldım. Bıçaqla vurandan dərhal sonra hadisə yerindən uzaqlaşdı, deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Vidadiyə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib, o müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 131-ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib. Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb, şikayəti araşdıran hakimlər heyəti sonunda qərar elan ediblər. Qərara görə şikayət təmin olunmayıb.